Xoş gördük sizi hörmətli Türkəs TV-nin izləyiciləri. Mən jurnalist Kəmalə Yusifova. Bu günləri yenə Fəxri Xiyabanındayım. Bu günləri bizim bir şəhidimizin haqqında sizlə danışmaq istəyərdim. Bizim şəhidimiz antiterror əməliyyatında qəhrəmancasına şəhid olmuşdu. Gizirimiz Ramil bəyin. Bu gün şəhid olmasaydı onun 34 yaşı olacaq idi. Biz bu gün onun məvluduna yığışmışıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sözü veririk onun anasına. Gülhava xala, xoş gördük sizi. Raminin xatirələrindən danışın. Necə bir övlad olub, necə bir insan olub, uşaqlığı necə keçib, bu haqda. Buyurun. Çox sağ ol qızım, təşəkkür edirəm. Ramil haqqında mən çox şey danışa bilərəm. Ramil ailənin son beşiyi olub. Son beşik olmağına baxmayaraq, Ramil elə bil evin ən böyüyü, ağsaqqalı kimi idi. Biz hər şeyi Ramillə məsləhət eləyirdik. Ramillə, məsəl üçün, onun dediyi kimi, Ramil elə bir evladı idi ki, heç zaman o yox sözünü demirdi. Nəyə göndərsək də, nə desək də, çalışırdı onun ən yaxşısını eləsin, eləyirdi də. Nə bilim, mən Ramil haqqında çox şey deyə bilərəm. Ramillə əvvəldən də fəxr eləyirdim. İndi balamla desəm 10 qat, 100 qat fəxr eləyirəm. Çünki balam vətən uğrunda, torpaq uğrunda, millət uğrunda getdi. Dövlətinə, millətinə, bizlərə iki əmanət qoydu, getdi. Yəni o ailəsini düşünmədən, gözünü qırpmadan canını fəda elədi. Bu millətin uğrunda, torpağın uğrunda, vətənin uğrunda, bayrağının uğrunda. Buna görə öz övladımdır deyə demirəm. Bütün şəhidlərin hamısına təşəkkür edirəm ki, onlar canlarını torpağa fəda elədilər. Bir şəhid anası kimi mən onların ruhu qarşısında baş əyirəm. Bütün Ramillərin, bütün Hüseynlərin, bütün Əkrəmlərin, Mikaillərin, Qiyasların, hamısının, Əkbərlərin, Fəridlərin, hamısının qarşısında baş əyirəm. Yəni, hamısının adını çəkmək olmur. Müəyyən bir qismini dedim. Sizlərə də çox təşəkkür edirəm qızım, çox sağ olun. Hər zaman işıqlandırırsınız, verirsiniz. Təşəkkür edirəm. Yəni çox danışa bilərəm, amma bugün qısa eləyirəm. Bugün bayram günüdür. Bu bayram münasibəti də həm sizləri, həm izləyiciləri hamısını təbrik edirəm. Üzümüzə gələn illər, bayramlar xoş gəlsin. Yəni bir də bizlərə, bir də millətimizə heç bir ağrı, acı göstərilməsin. Yəni analar gözü yaşlı qalmasın. Balalar ata həsrəti ilə böyüməsin, niskilli böyüməsinlər. Bu qədər. Çox sağ olun Gülhava xala, məlumat verdiniz, müsahibə verdiniz. Allah Ramilə qəni-qəni rəhmət eləsin, ruhu şad olsun. Ramil sizin yox, bütün Azərbaycanın fəxridir. Allah sizə səbir versin. Çox sağ olun.